2025-ci ilin Time kitabı ilə davam edirik. Parts of a sentence, complex object bölməsində qalmışıq. 20-ci suala baxırıq. Find out the most appropriate option for the sentence given below. Aşağıda verilmiş cümlə üçün düzgün cavabı seçirik. Uyğun gələn cavabı. The artist wished his pictures. Baxın, wish sözünə diqqət yetiririk və wish sözü ilə to işləndiyini, yəni to'lu feil gəldiyini yadımıza salırıq. Ona görə be və D bəndləri gedir. Bir dəqiqə qələmimizi götürək. Qələmimiz, hardadır qələmimiz? Selector, just a minute. Burada niyə qələm yoxdur? Nəsə, qələm yoxdur bu proqramda. Təəssüf ki, yaza bilməyəcəm. Deməli, wishdən sonra to gəlir. Bunu yadınıza saxlayırıq. Sonra the artist wished his pictures to exhibit olmaz. Yadınıza saxlayın. Niyə olmur? Burada artıq məchulluq verməliyik. Çünki şəkil öz-özünə göstərilmir ki, kimsə göstərir. Ona görə to be exhibited veririk. Yadda qalsın bu. Rəssam arzulayır ki, onun şəkilləri mərkəzi qalereyada göstərilsin. 22-ci suala baxırıq. Sometime after running off, I feel my heart. Feeldən sonra feil necə olurdu? Ya to'suz ya da ing'li. Ona görə to'lu variantları silirik. I stop my heart. Stopdan sonra ise mütləq şəkildə gerund gəlir. Yadınızda saxlayın. Stop beating. Stop my heart beating. Burada da cavabımız eybəndə olacaq. 23'e baxaq. Niyə qələm yoxdur burada? 20'e baxaq. Which of the following is wrong? Səhv istəyir bizdən. I saw the workers paint. Baxın, saw var. Saw'dan sonra to'suz feil və yaxud da ing'li feil gəlir. Eybəndi, düzdür. B'yə baxırıq. I saw the workers painting. Bayaq dediyim kimi gerund gəlir. Ing'li feil gəlir. Düzgündür. C'də isə saw'dan sonra to verib. I saw to paint olmaz. Elə cavabımız C bəndi. Səhv axtarırdıq. D'də saw jumping. İ'də saw jump. Düzgün cavab vardı. 24'e baxırıq. Find out the correct sentence in the complex object. Usual English people don't like to be asked personal questions. Don't like to be asked. Bəli, adətən İngilis xalqı şəxsi suallara cavab verməyi xoşlamır. Düzgündür. Don't like to. Axı bizdən kompleks object istəyir. Burada kompleks yoxdur. Cümlə olaraq düzgündür. Ancaq mürəkkəb tamlığı olmadığı üçün bir səhvdir. Alison believed him to have stolen her money to pay his debts. 2 düzgündür. Believe var, to var və keçmişlik anlayışı have stolen deyə verilib. Alison inanırdı ki, onun borçları him to have stolen her money to pay borçlarını ödəmək üçün pulu uğurlanmışdı. Ödəmək üçün olan pulu. I wanted my whole work to be done by Monday. Mən bütün işimin cümə gününə kimi bitirəcəyini ümid edirəm. İstəyirəm, düzgündür. He wants to be treated for reformatism. Nəsə böyle bir şey. Ancaq burada kompleks object yoxdur. Want'dan sonra birbaşa to verib. Yəni arada nə obyekt halda olan əvəzlik var, nə bir isim var, nəsə bir söz yoxdur. Ona görə də 4 səhvdir. Bizdən mürəkkəb tamamlıq istəyirdi. 25'e baxırıq. Shy people notice feilidir. Notice'dən sonra to'suz feil gəlir. Yeni də variantlara baxaq. Shy people notice everything, but they don't get notice. Burada kompleks object istəmir bizdən. Deməli, utancaq insanlar hər şeyi görür, yəni hər şeyi özü üçün qeyd edir. Ancaq onlar nəzərə alınmır. Yəni onların fikirləri, duyğuları nəzərə alınmır mənasında işlədilib. Baxaq. Burada got notice olmaz. Don't var axı. Don'tdan sonra get notice verilməlidir. Get to notice yox. Get notice yox. Nəsə. 26'ya baxırıq. Which of the following is wrong? Hansı səhvdir? Səhv axtarır. She said to be writing a new book. Deyildi ki o, belə deyilir ki o yeni bir kitab yazır. Düzgündür. The mobile phone happened to be stolen. Mobil telefon oğurlandığı görünür. Belə happened. Sonra he said to being olmaz. To be a good teacher. O yaxşı bir müəllim kimi deyilir. Cavabımız C bəndidir. She seems to have been hurt during the car accident. Belə görünür ki o
maşın qəzasında zədələnib, düzgündür. The art gallery is likely to have been built some years ago. İncəsənət qalereyası bir neçə il bundan əvvəl tikildiyi hiss olunur, görünür və s. Cavabımız C bəndir. 27'ye baxırıq. Choose a correct sentence with a complex object. Mürəkkəb tamamlıqlı olan düzgün cümləni seçirik. Children like to observe. Like'dan sonra baxın, hər hansı bir əvəzlik, obyekt halda olan əvəzlik və yaxud da isim olmalıydı. Ona görə səhvdir. Sonra I would like someone to put themselves in my shoes. Baxın, would like var, someone var və like'dan sonra to'lu fe'l gəlməlidir, yəni məsdər gəlməlidir. Bir bəndə okeydir. One had better listen rather than speak. Xeyr, burada complex object yoxdur. While laying her head on the pillow, she heard someone was knocking on the door. Bəli, heard'dən sonra əgər was knocking yox, knock olsaydı, complex object olardı. She admitted that he had witnessed their quarreling. Burada da complex object görə bilmirik. Baxaq, 28-ci suala. Going down the stairs, Kate smelled a delicious meal. Pilləkənləri düşərək Kate dadlı bir yeməyi iylədi. Dadlı bir yeməyin iyinin gəldiyini hiss etdi. Kate smelled a delicious meal being cooked. Bişirildiyini, kimsə bişirib, bilmirik kim bişirib. Ona görə being veririk, being cooked veririk. Baxaq, 29'a. Which of the following is wrong? Səhv istəyir bizdən. He's taught to study at university. Bəli, ona universitetdə dərs deyilir, bilmirik kimsə deyir. The film festival was reported to take place in this city. Bəli, film festivalı bu şəhərdə keçiriləcəyi məruzə olunur. She is supposed to be chosen as a winner. Belə güman edilir ki, o qalib gələcək. The criminal was seen to be disappeared. Olmaz. Was seen. Göründü ki, yox olub. Disappear sözü özü məchulluq bildirir. Onu məchulluqda verməyə ehtiyac yoxdur. Yox olmaq onsa məchulluq anlayışı verir bizə. Öz-özünə yox olur. Baxırıq 30'a. Find out the correct variant with a complex subject. 30'da. The boys were seen to play in the park. Bəli. Mürəkkəb mübtədanı istəyir bizdən. Bəli, görünüb ki, oğlanlar parkda oynadığı görülüb. I saw the boys play. Complex objectdir, mürəkkəb tamamlıqdır. C-də də mürəkkəb tamamlıq görürük. So playing. D-də the boys are seen play olmaz. Are seen to play olardı. To yoxdur deyə səhvdir. I-də də to yoxdur deyə cümləmiz səhvdir. 31'ə baxırıq. Our teacher said he'd like him to write. Bəli, like'dan sonra to'lu fe'l gəlir, yəni məsdər gəlir. Him isə obyekt halda olan əvəzliyimizdir. Cavabımız C bəndi. 32'ye baxırıq. Find out the correct sentence in the complex object. Düzgün complex object olan cümləni istəyir bizdən. Yəni mürəkkəb tamamlıq istəyir. Yenə də Nina felt her 25 carat golden ring disappear. Bəli, felt və ring düzgündür. Felt, no, ring yox. Disappear. Ring burada bizim ismimizdir. Disappear ise yox olmaqdır. Feltdən sonra tulsuz fe'l gəlib düzgündür. 2'ye baxırıq. They noticed an old man dropped olmaz. Drop olmalıydı. Yəni mürəkkəb tamamlıqda heç bir zaman verə bilmərik. Keçmiş zaman verə bilmərik. Ya məsdər veririk, ya tulsuz fe'l veririk, ya da ki ing-li fe'l veririk. Buna diqqətli oluruq. 2 səhvdir, 3 düzgündür. I didn't want that policeman to be mean. Baxın, want var, to var, düzgündür. 4'ə baxırıq. They will make a report. To make a report. Axı mən sizə demişəm əvvəlki videolarımda da əgər izləyibsinizsə, make-li bir birləşmədir və to ilə işlənir. Bu düzgündür, bu kompleks obyektə aid deyil. Davam edirik. 33'ə baxırıq. Dora asked her son. Askdan sonra to'lu fe'l gəlir. Not to let. Bircə not to let də var. His playmates. Letdən sonra isə fe'l olduğu kimi qalır. Take his toys without permission. Dora oğluna dedi ki playmate dostlarına oyuncaqları oynamağa icazə verməsin. Yox, icazəsiz onun oyuncaqlarını oynamasın. O sırada baxırıq. We noticed the bank. Notice'dən sonra dedim ki ya
ING'li feil gəlir ya da ki tursuz, ona görə 4 səhvdir. We not the bank robbing. By var. By varsa deməli məchulluq verməliyik. Məchul isə 2 və 3-dədir. Biri verə bilmərik çünki burada məchulluq anlayışı yoxdur. Biz bankın bir neçə oğrular tərəfindən oğurlandığını gördük. Davam edək. 35-dəyi. I must make myself heard. I must make myself heard. Bəli, make-dir, heard-dir, düzgündür. He couldn't make himself understood. Make və make understood artıq birləşmədir, düzgündür. I couldn't help laughing out. Mən gülməkdən özümü saxlaya bilmədim. Bu da düzgündür, problem yoxdur. Bizdən mürəkkəb tanımaq istəmir ki, sadəcə olaraq düzgünlüyü istəyir və üçü də düzgündür. Cavabımız eybəndir. 36-ya baxırıq. Find out the wrong variant. Səhv variant istəyir bizdən. I saw him listening. Bəli, so-dan sonra ING'li feil gəlir dedim. Düzgündür. I didn't know the parcel being sent. Baxın, no-dan sonra ING verib. No-dan sonra ING olmaz. Bir səhvdir. I didn't know the parcel to be sent. Göndərilib. Bağlamanın göndərildiyini bilmirəm. C düzdür. I saw him listen. Düzgündür. I didn't see him be listened. Cavabımız bir bəndi. 37-yə baxırıq. As we passed their house, we heard them. Heard'dən sonra ING'li feil gəlir. Arguing. Biz yolu keçərkən onların dalaşdığını eşitdik. 38-ə baxırıq. Find out the wrong variant. Səhv olan variantı seçirik. They ordered her to be helped us. Bəli, they ordered her. Niyə to be helped? Niyə məchulluq verək ki? Məchulluq anlayışını bildirən heç nə yoxdur axı bizə. They were ordered not to fire. Düzgündür. Remind me to invite them. Remind'dan sonra to'lu feil gəlir. Məstər gəlir. Düzgündür. They ordered to fire. Cümlə düzgündür. Onlar fire cərimə olunmaq üçün əmr olundu. Remember to invite them. Düzgündür. Yəni bizdən mürəkkəb almaq istəmirsə cümlə ayrılmaqda düzgün bir cümlədir. Heç bir problemi yoxdur. Devam edirik. 39. Helen has never seen. Helen heç vaxt görməmişdi. Kompleks obyektiv. Kompleks obyektiv nə olur dedik? Əlbəttə ki, obyekt halda olan əvəzlik. His yəlik halda olan əvəzlikdir. Their yəlik halda olan əvəzlikdir. Her yəlik halda olan əvəzlikdir. Buna diqqət yetirin. Ona görə bircə nə variantımız düzgündür. Əslində çox sadə bir sualdır. Diqqətli olmaq lazımdır sadəcə olaraq. Əgər heç bilmirsinizsə ki, yəlik halda olan əvəzi hansıdır, obyekt halda ola bilər də imtahan həyəcanından unuda bilərsiniz, insanlıq halıdır. Bu zaman özündən sonra bir isim qoyun. Görün, məsələn, my book olur, yoxsa me book olur. İstərsiniz, ingilisində biraz da olsa anlayışı olan insan o dəqiqə tapır ki, burada my book yəlik halda olan əvəzlikdir. Deməli, biz bunu kompleks obyektiv edə bilmərik. Və yaxud da his book. Him book olmaz axı, görürsünüz, his bookdursa deməli bu cavab səhvdir. Cavabımız 2 eybəndir. 40-a baxırıq. Find out the wrong variant. Səhv olan variantı seçirik. She knows nothing but cry. O heç nə bilmirdi, ancaq ağlayırdı. She knows nothing to do except cry. Ağlamaqdan başqa heç nə bilmirdi, düzgündür. She knows nothing to do but cry. O etməyə heç nə bilmirdi, ancaq ağlayırdı. She knows nothing to do except to cry. Cavabımız deməli olacaq, elə bu cavab olacaq. To do except to cry. She knows nothing to do. O edəcək heç nəyi bilmirdi. Except crying olardı. Except to cry olmaz. Cavabımız deməlidir. Belə, əgər sualınız olarsa şərhlərə yazın. Böyük məmnuniyyətlə cavablandırıram. Hansı bölməyə ehtiyac varsa xahiş edirəm şərhlərdə qeyd edin. Mən o bölməyə müraciət edeyim. O bölmənin izah edeyim. Çünki vaxtımız çox az qalıb. İmtahanı qeydiyyatı bugün bitdi. İnşallah ki uğurlar. Hamınız xoş xəbərlərinizi işlərik. Qəbul olarsınız. Müəllim kimi təbrik edərik hamınızı inşallah. Bəyəndinizsə like edib abunə olmağı unutmayın. Hələlik.